İbn-i Hürrə nə qədər bələdsən, İbn-i Kamil? Onu bax, bu əlimin içi kimi tanıyıram, Əbu İshaq. Tamahkar və acgöz insandır. Keçmişində də qara səhifələr olub. O mövcud şərait və özü üçün əlverişli zaman güdənlərdəndir. Səhv eləmirəmsə, İbrahim üçün də baş ağrı yaradıb. Deyəsən, İbrahim elə döyüş qənimətlərini bölmək üstündə mübahisə eləmiş, İbrahim də onunla razılaşmayıb onu yola salıb. O da öz qəbiləsi ilə birlikdə ordunu tərk edib Kufiyə yola düşüb. Cəhənnəmə ki! İbn Hür kimilər ordunun adını bədnam ediblər. Rədd olub geçsələr daha yaxşı olar. Allah ordusu fitnəkar İbn Ziyada qələbə çalmaq üçün dürüst əskərlərə möhtacdır. İbn-i Hür Kufənin rəzil və alçaq insanlarından idi ki, qiyamın bərəkətindən dəyişilib bizə qoşuldu. Qiyam vaxtı da yaxşı mübarizə apardı. Əgər qiyam onun kimilərini artıq özünə cəlb eləyə bilmirsə, onlar yenidən pislərə qoşulacaq və heç nədən bizlərə baş ağrısı yaradacaq. Kaş İbrahim bir neçə əlavə dinar verməklə ağzını yumeydi. İbn Hür kimilərə qətiyyən güvənmək olmaz, əmir. Bugün bir neçə 100 dinar istəyirsə, sabah bir neçə 1000 dinar və birisi gün isə qoşun rəhbərliyini tələb eləyəcək. Peyğəmbərin gözəl hərəkətlərindən biri də Qur'anın təbiri ilə desək, qəlblər arasındakı mehribançılıq qanunudur. Yəni, əgər var dövlət ilə insanların qəlbini Allaha yönəldə bilirsənsə, bunu əsirgəməməlisən. Hər halda yüyənin qırmış inatkar at hürkərək Kufiyə istiqamət götürmüşdür. Ayağı Kufəyə deyən kimi ixtişaş yaradıb fitnə törədəcək. Onu ram eləmək üçün hazır ol. Əbu Müflis, İbrahim Əştərə yaz, sən düzgün addım atmısan. Din qəzəbi ilə döyüşün və onların sayından qorxmayın ki, qələbə Allah ordusunun tərəfindədir. Qanın yerdə qalmaz Hüseyin! 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 Xoş gördük, Sərdar. Xoş gördük. Xoş gördük. Səndən ayrılıb Küfədə qalanda ürəyim qəm-qüssə ilə doldu. Özümü xəta törədərək günah eləyən cihad fəzilətindən məhrum olan adam kimi hiss eləyirdim. Amma İbn Hür əhvalatını eşidəndə ayrılığın hikmətini başa düşdüm. Əmir Muxtar məni İbn Hürün boşluğunu doldurmağa göndərdi. Bu da məktubu. Xoş gəlmisən, sahib. Xoş gəlmisən. Xoş gördük, qardaş. Xoş gördük, sahib. Salam olsun, Əhmər. Salam olsun sənə, sahib. Xoş gördük, Abdullah. Xoş gördük. Xoş gördük, Süfyan. Xoş gördük, sahib. Xoş gördük, əziz dost. Xoş gördük, yiğit. Hələ də bir məsələ mənim üçün qaranlıq qalır. Qaranlıq, yoxsa şübhəli? Şəkkim cahilliyimə görədir. Niyə görüşümüzə gəlməklə özünü təhlükəyə atdın? Tanınmamaq xatirinə paltarını dəyişmək, bu uşaq hərəkətidir. Yaxşı bilirəm ki, İbn Ziyadın cəsusları qartal kimi görücü və it kimi iyi bilicidirlər. Elə özümüzdən götürək. İbn Ziyad tərpənən kimi biz xəbər tuturuq. Həll edilməz çətinlik deyil, İbrahim. Siz Şam ordusunun vəzifəli şəxslərindən biri ilə danışırsınız. Şamın gözü qulağı bağlı bir əskəri ilə deyil. Bu addımın hansı nəticələrə gətirib çıxaracağını hesablamışam. Sadə bir dəlillə hamının ağzını yummaq olar. Məsələn,
Mən sizin düşərgəyə gəlmişəm ki, xeyirxahlıq edib, bütün müsəlmanların zərərinə olan döyüşə mane olum. Bəs bizə elədiyin xidmət müqabilində nə istəyirsən? Sizin səxavətinizi, şərafətli bir insanın övladı olduğunuz halda qədir-qiymət bilməyiniz və adınıza layiq hərəkət edəcəyiniz mənə məlumdur. Sən şərəfinə and içmisən ki, hücum vaxtı qılıncı yerə qoyub geri çəkiləsən. Al. Bu da sənin sözünün qiyməti. Xidmətinin qarşılığınısa sözünə əməl eləyəndən sonra alacaqsan. Malik Əşdərin oğlu olduğunuz üçün sizin nisiyənizi nəqd kimi qəbul edirəm. İcazənizlə mən gedə bilərəm? Buyurun. Məni bir məsələ çox maraqlandırır. Yalnız siz məni bu maraqdan qutara bilərsiniz, İbrahim. Axı necə oldu siz Muxtara beyyət elədiniz? Mənlə Muxtarın niyyəti eyni idi. Odur ki, Peyğəmbər övladının qisasını almaq üçün and içdik. Sizin və Muxtarın niyyətinizə şübhəm yoxdur. İraqda heç bir tayfa Nəxəyi qəbiləsi qədər nüfuzlu deyil. İraqda heç bir iş siz və qəbilənizin müdaxiləsi olmadan sona çatmır. Hələ də atanın qəhrəmanlıq dastanları İraqlı anaların laylasındadır. Bir mənalı olaraq, siz İraqın göz bəbəyisiz. Əlbəttə, Muxtar da adlı sanlı bir ailədəndir. Mənə bir şey maraqlıdır. Axı, niyə Muxtar sizə beyyət eləmədi? Deməli, mənlə Muxtar arasında nifaq salmağa gəlmisən. Nəyə görə bunu eləməliyəm ki? Mən sizin əqidədənəm. Ona görə sizin yanınıza gəlmişəm. Atam və tayfana böyük hörmətim var. Ürəyimdə şübhəm var idi, dilimə gətirdim. İndi şübhənə cavab tapdın? Yox. İbrahim Əşdər Ərəb İraqının rəhbəri olmağa Muxtar Səqəfidən daha çox layiqdir. Qiyama siz rəhbərlik eləsəydiniz, Ərəb əyyanlarının çoxu sizi himayə eləyərdilər. Ümeyr, biz Əli şiyyəsiyik. Şiyə isə Əli və ailəsi ilə beyyət eləyib. Səni öyrədən ustadına de ki, kör əsasını 2 dəfə itirməz. Əgər tayfamın təəssübkeşliyindən istifadə eləmək istəyirsənsə, yanılırsan. Mən ürəyimin sözünü dedim. Mərcani oğlunun sözünü yox. İstəyirsiz inanın, istəmirsiz inanmayın. İbrahim Əşdər hara? Muxtar Səqəfi hara? Get, iblis. Get. Gözləməzdim. Biz Şam ordusunun sağ cinahında olacağıq. Necəsiz, ey məğlub edilməzlər? Hamımız alışıb yanırıq.
Gəlin gərdəyinə tələsən təzə bəyə bənzəyirik. Əgər gəlin qarı çıxsa geri çəkilməyin. Ola bilsin sizi aldatmaq üçün iblis ona bəzək vurub. İbn Züheyr, Bəli, əmir. düşməni pusmağa get, sonuncu dəfə onların say və düzlüklərini öyrən. Baş üstə, əmir. İbn Nümeyr. Cinah sərkərdələrini məsləhətləşməyə çağırır. Baş üstə. Sən sağ, sənsə sol cinaha. Sən də ordunun mərkəzinə get. Sərkərdələri əmirin yanına çağırın. Gəl. Sizi niyə çağırdığımı bilirsiniz? Hücumdan öncə məsləhətləşmə. Axı kifayət qədər məsləhətləşmişik, Şürəhbil. Düzdür? Ola bilsin nəsə yaddan çıxıb. Bəs sən nə düşünürsən, Ömeyr? Mənə elə gəlir ki, əmirin cinahları dəyişmək fikri var. Düşmən tədbirini alt-üst eləmək üçün yaxşı üsul olsa da, amma indi lazımlı iş deyil. Yəqin əmirin ağlına ağılları heyrətə qoyan bir fikir gəlib ki, İraqlıların məğlubiyyəti ilə öz nökərlərini heyrətə qərq eləyəcək. Əlbəttə, cənab Amil Vahili. Düz deyirsən. İraqlıların döyüş tədbirini gözləmək lazımdır. Mən sizi qələbə qənimətlərini almaq üçün çağırmışam. Bu isə sizin İraq vilayətlərinə hakim olmaq əmrinizdir. Cəsur olun və özünüzün qəsb olunmuş taxtınızı geri qaytarın. Əllərindən öpürəm, əmir. Canım sənə fəda olsun, əmir. Canım sana qurban əmir. İraqlılar! İraqlılar gəlirlər!
İbn Lüqeyd, Bəli, əmir. qoşunu 3 hissəyə böl. 1/3 hissəsini təpələrin arxasında elə gizlət ki, düşmənimiz ondan xəbər tutmasın. Döyüş fənnidir, yoxsa qoşunun sayını düşməndən gizlətmək istəyirsiniz? Hər ikisi İbn Lüqeyd. Hər ikisi. İbn Şümeyd, Bəli, əmir. qoşunlarının mərkəzini görürsən? Görürəm, əmir. Lap Bənati teldəki düzülüşə bənzəyir. Yəqin ki, onlar bizi süvarilərlə məğlub eləmək istəyirlər. Sən və sahib ordunun mərkəzində durun və əlverişli düzülüşlə niyyətlərini alt-üst eləyin. Süfyan, Bəli, əmir. Hardasan İbrahim? Hardasan qeyrətli övlad? Yox, yox. Göstərməyin, göstərməyin. Mən Malik əşlərin ətrini yaxşı tanıyıram. Onu mən eyniyə tapacam. özünə zəhmət vermə atacan. Burada çətin ki, Malik əşlərin iyini tapasan. Məni bura Malikin ətini gətirib igid. Səhv eləmərəm. İyləmək mənə gözlərimin nurunu əvəz eləyir. Gözlərin zəif görür. Gözlərim kördür igid. Siffeyndə başıma bir zərbə deyib. Bu zərbə gözlərimi kör eləyib, ürəyimi ayıltdı. Siffeyndə Malik əşlərlə birlikdə idim. Nəfəs bə nəfəs Allahın şiirindən ayrılmırdım. Sən İbrahim, mən səhv eləmirəm. Sən Malik əşlərin İbrahimisən. Mən Şərik İbn Cüdeyrəm, igid. Xoş gördük, şərik. Bəs niyə indiyə qədər özünü göstərməmsən? Neyniyim, sənə yük olub naümid eləmək istəmədim, oğlum. Mən Fələstindən bura İbn Mərcanə ilə cihad niyyəti ilə gəlmişəm. Al buna. Bu Beytül Müqəddəs torpağıdır. Qoluna bağla ki, Xeybəri fəth eləyəsən. Dəyərli hədiyyədir. Bu hədiyyəni göz bəbəyi kimi qorumağa söz verirəm. Allah Allah deyirəm ki, dəbilqən başından düşsün. Düşər sahib, şək eləmə. Biz qalib orduyuq. Nə haqqında danışırsan sahib? Dəfələrlə sınamışam Abdullah. Nə vaxt ki döyüşdə dəbilqə başından düşür, həmin döyüşdə qələbə çalırıq. İbn Ümeyr, Bəli, əmir. İraqlıların üzülüşünü görürsən? Bəli. Oxuculu düzülüş adlanır, qayçı sındırandır. Belə çıxır ki, İbrahimin fərasətli və mahir müşavirləri var. Deməli, Şürəhbeyl maşavarı hücum eləyərsə uduzur? Hücum fəndini dəyişmək lazımdır. Dəyişin. Amma İraqlıların gözləri önündə yox. İraqlılar Şürəhbilin maşavarı hücumunu gözləməlidirlər. Elə yerdə düzülüşü dəyişin ki, cavab verə bilməsinlər. Yaxşı, baş üstə. İbn Ümeyr döyüş zamanı Şamlıların düşünən beynidir. Çox ehtimal ki, tələ qurub. Arxayın olun. Nəzarətdədirlər. Tələ qurmaq istəsələr, ölüm mələyi kimi başlarının üstünü kəstirəcəyik. Şəriki də özünlə apar. Ondan müğayət ol.
Üzgünəm, əmir. Ola bilsin ki, onun həyatını qoruya bilmədim. Başa düşürəm, İbn-i Lüğeyd. Başa düşürəm. Şəriki Allah qoruyur. Mən bu kişinin möcüzəsinə inanmışam. Onu aparsan, peşman olmazsan. İbn-i Cüdeyr. Bəli, əmir. Tüfeil İbn-i Lüğeydlə gedirsən. O, İbn-i Ziyadın mühafizə dəstələri ilə döyüşməyə gedir. Dua eləyirəm ki, tezliklə arzuna çatasan. Sənin ali canablığına qurban olum. Mərhum Malik Əşlərdən heç fərqlənmirsən. De görüm, özün ata minə bilərsən? Sən atı göstər, minmək mənim boynuma. Yaxşı, onda gedək. Çox yaxınlaşıblar. Qayçıvari həmlə üçün fasilə böyük olmalıdır. Görünür, hücum fəndini dəyişiblər. Deməli biz də düzülüşü dəyişməliyik. Oxun ucunu bu tərəfə döndərin! Allah'ın ordusu! Mələklərin qanadlarına minin ki, Şam atları sizi görən kimi ürküb tərkindəkiləri yerə çırpsınlar! Qanın yerdə qalmaz Hüseyin! 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 Qanın yerdə qalmaz Hüseyin!
gücü mələklərin qanadları üzərindədir. Ona görə də məğlub edilməzdilər. Qanın yerdə qalmaz Hüseyin! Qanın yerdə qalmaz Hüseyin! Əmir! Əmir! Möcüzə! Möcüzə! İraqlılar bir göz qırpımında düzülüşü dəyişdilər. Şürəhbil özünü itirib, göstərişinizi gözləyir. Eşidirsen? Eşidirsen İbn Nümeyr? Bu ölüm aleti bizim elimizde olmalıydı. İbrahim'in elinde yok. Bu sözü kimdən eşitmisən ayaqmaq? İraqlılardan. Yerlərini dəyişərkən qışqırırdılar. Ey Allahın ordusu, mələklərin qanadına minin ki, Şam atları sizi görməklə hürküb, təklərindəkiləri yerə çırpsınlar. Elə o cürdə oldu. Süvarilərimizin çoxu yerə çırpıldı. Meleklerin kanatları. Bu dersleri Eşteroğlu Sifeyn'de öğrenip. İcazə verin gedib onların sehirlərini batil eləyim. Git. 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 Elinden geleni eyle. Bu söz bizim belimizi kırabilir. Git. Baş üstə Əmir. Özünü yemək əvəzinə geri çəkilmək haqqında əmir ver. Geri çekilek ki Eşteroğlu daha da cüretlensin. Başqa çarə var? Geri çəkilsən, Şamlıların nadanlığı üçün əlac tapa bilərsən. Həm də Gel. İndiki şeraitte geri çekilmek gözümüze vurduğumuz yaradı. Qanın yerdə qalmaz Hüseyin! Qanın yerdə qalmaz Hüseyin! Qanın yerdə qalmaz Hüseyin! Meydana Şamlıların hiləgər döyüşçüsü çıxıb. Allah eləsin İbn Lüğeyt İbn Nümeyri məğlub eləsin.
Sən dəstənin yarısını götürüb İraqlıların arxasına keçib arxadan hücum elə. Mən isə qarşıdakı süvarilərin başını qataram. Hara şərik? İbn Mərcanəni öldürməyə gedirəm. Hardasa buralardadır. Səhv eləmədiyinə əminsən? İnşallah səhv eləmərəm. Elə isə atdan düşüb istəyini yerinə yetir. Süfyan, Bəli, əmir. indi fitnənin qəlbinə zərbə endirmək sənin vəzifəndir. Ümeyr oradadır. İbn Ziyada ən yaxın olan şəxs. Görürsən? Görürəm. Ümeyr bizləndir. Arxa tərəf ona baxır. Söz verib ki, biz hücum eləyəndə geri çəkiləcək. Birdən bizi aldatsa, Sən elə hücum elə ki, Ümeyrin maniyəsini aradan qaldırasan. baş üstə əmir. Ey Şamlı müsəlmanlar! Bu ateşpərəstlər nə Allah tanıyır, nə də mələkləri! Sizin əqidənizi inkar eləyən bu kafirlər əleyhinizə iti qılınclar hazırlayıblar. Onların sözünə aldanmayın! Eşidirsiniz məni? Aldanmayın! Allah ordusu! Bizim ikimizi de birlikte öldürün! Bu pozğun kadının oğludur! Mercane'nin oğlu! Mərcanənin oğlu deyiləm! Səhv eləyirsən axmaq! Həmin məl onun özüdür! İyindən tanıyıram! Kaçmağına imkan vermeyeceğim! Vurun! Beni de vurun! Korkmayın! Mercane'nin oğlunu öldürdüm! Mercane'nin oğlunu öldürdüm! Öldürdüm! Tez bir dəstə atlı geri çəkilib, təpənin arxasında gizlənərək mənim əmrimi gözləsin. Ox atanlar, təpənin üstünə!
Ox atanlar! Hədəf qarşıdakı atlılardır! Oxları atın! Dayanın! Dayanın! Geri çekilin! Sənin xain atana lənət Ümeyr. Get və İbrahimə de, pis xəbər gətirmişəm. Ümeyrin geri çəkilməməsi bir kənara, hələ bütün qüvvə ilə bizə müqavimət göstərir. Get! Baş üstə əmir! Hər 3 atlıdan 2'si piyada olsun. Atlarınızın yüyənini qalxan eləyin və mənlə gəlin. Qalanları isə burada qalıb məndən xəbər gözləsin. Tərpənin! Əmir, Ümeyr ibn Xəbaq geri çəkilmədi. Güclü müqavimət göstərir. Süfyan kömək istəyir. Lənət olsun ölənlərin qəbrinə Ümeyr. İbn Züheyr, dərhal Süfyanın köməyinə get. Unutma, Ümeyrin başı onun xəyanət qənimətidir. Oldu əmir. Ox atanlar! Oxları atın! Get süvarilərə de ki, hücum eləsinlər. Tez ol! Baş üstə əmir! Tələs! Müjdə əmir, müjdə! Mərcanı oğlu öldürüldü. Axı taxt və bayrağı ələ yerindədir. Özüm gördüm əmir. Şərik onun boğazından yapışıb, canı çıxana qədər sıxdı. Gəl. Sən Mərcanı oğlunu görsən tanıyarsan? Üst başından yox əmir. Bəs Mərcanı oğlu olduğunu hardan bildin? Qışqırtısından başa düşdüm ki, ordu rəhbəridir. Şərik də onu boğandan sonra Mərcanənin oğlunu öldürdüm, Mərcanənin oğlunu öldürdüm deyə qışqırdı. Məncə şərik seçimində yanılıb və Mərcanə oğlu yerinə İbn Nümeyri öldürüb. Elə mən də İbn Mərcanənin meydana çıxacağını gözləmirəm. Qaçmasına imkan verməməliyik.
geri çəkilin! Qaçın! İraqlılar! İraqlılar! Sanki yer yarılır və oradan İraqlılar çıxırlar! Allah'a şükür ki siz sağsınız əmir! Yəni mən ölməliydim. Dilim lal olsun! Qiyamət qopub əmir! Meydanda şaya yayılıb ki, sizi öldürüblər! Vəziyyət qarışıqdır əmir! Bizim əskərlərin çoxu qaçır! Nə? Mən ölmüşəm? Bəs İbn Nümeyr nə qələt eləyir, hə? Bədbəxtlikdən İbn Nümeyr öldürüldü. İbn Nümeyrin öldürüldüyü kimdən öyrənmirsən? Özüm gördüm əmir. Bir İraqlı onu boğdu. Elə bildi ki İbn Ziyadı öldürüb. Sən nə inirsən? Niyə döyüş şeyxuru çalırsan? İbn Nümeyr uyudu. Yattı. Bizim bəxt dəvəmizdə yatdı. Bu yük dəvəsi kabusu bir gün sənin axırına çıxacaq. Təcili amirə, Vahilə və Ümeyrə xəbər verin ki, cəld geri çəkilsinlər. Cəld! Cəld! İbn Nümeyr, İraqlılar! Hanı İraqlılar? Ayağının altındaki yer yarıldı. Ve İraqlılar oradan çıxıb səni utdular. Mən özüm gördüm. Mən ki, sağ-salamat sənin yanında əyləşmişəm. Yox. Mən özüm gördüm. İbn Nümeyr, İraqlılar səni utdular. Bu mənəm, Məqəl. Sənin qəm-kədər dostun. Bu sen it uşağı. Ey Allah ordusu! İndi bizim qələbə növbəmizdir. Mənlə birlikdə gəlin ki, mən Malik Əştərin oğluyam və tayfam qəhrəmanlıqda məşhurdur. Qanın yerdə qalmaz Hüseyin! Qanın yerdə qalmaz Hüseyin! Qanın yerdə qalmaz Hüseyin! Qanın yerdə qalmaz Hüseyin! Əmir, Ömeyr xəyanətinin cəzasını aldı. Mükafatınız Allah yanındadır. Özümüzü cəld Mərcan oğluna çatdırmalıyıq. Geri çəkilmək şeypuru çaldılar. Zənnimcə o qaçıb. Qanadları da olsa uzağa gedə bilməyəcək.
Qismət olsa onu hökmən ovlayacağıq. Əmir, fitnə qoşununun mərkəzi bir-birinə dəydi. Zikəla və Nümeyr oğlunun hər ikisi öldürüldülər. Amma Mərcanənin oğlu hələ də sağdır. Ne oldu? Niye dayandık? Yok. Yok. Yine niye dayandın? Bu kara basma, bu korku öldürücüdür. Sen gördün mü gel? Gördün? Attan düş. Düş attan, esker paltarı giy ki bizi tanımasınlar. Yok be gel. Yok. İbn-i Şümeyd, süvarilərin yarısını götür və Şamlıları dövriyə al. Qaçmaq istəsələr, onlara mane olma. Baş dəmir, getdik. Sahib. Bəli, əmir. Biz fitnənin mərkəzinə hücum eləyirik.
geriye çəkilirik. Sən Mərcanə oğlunu tanıyırsan? Təəssüf ki, onun mənfur sifəti yadımda qalmayıb. Səndən İbn-i Şümeyt mühasirəni yarım. Mən fərariləri təqib eləməyə gedirəm.